Bu gün dünyada beynəlxalq qadınlar günüdür. İstəyirəm bu tarixlə bağlı sizi bir tarixdə səyahətə həyata keçirim, səyahətlə gəzək. Məsələ 1857-ci ildə Amerika Birləşmiş Ştatlarında, New York şəhərində başlamışdı. Belə ki, 8 mart günündə həmin ştatda, şəhərdə işləyən deməli qadınlar, xüsusilə də geyim mağazasında işləyən qadınlar bəzi səbəblərdən dolayı bir aksiya keçirirlər və onların aksiyasında əsas tələbləri iş saatlarının yaxşılaşdırılması, əmək haqqının artırılması və bəzi belə deyim, sosial istəklərin həyata keçirilməsi olur. Elə bunun toxumu, ilk özəyi də orada qoyulmuş olur. Sonrakı dövrdə amma bu deyim ki, nümayiş polislər tərəfindən qəddarcasına yatırılır və nəticədə 129 qadın amansızcasına qətlə yetirilir, onlar yandırılır. Sonra 1908-ci ilin eyni günündə New Yorkda yeni bir tətil keçirilir. Elə 1857 tətilini yad eləmək məqsədi ilə həyata keçirilir. Və bu tətildə qadınlar əllərində çörək və gül gətirirlər. Yəni onun rəmzi mənası var idi ki, onlar deməli çörək vasitəsilə iqtisadi rahatlıqlarının təmin olunmasını istəyirdilər. Gül vasitəsilə isə mənəvi rahatlıqlarının təmin olunmasını istəyirdilər. Amma hələ ki, Amerika Birləşmiş Ştatları ərazisində Qadınlar Günü xüsusilə qeyd edilmirdi. Avropada vəziyyət fərqli idi. Çünki 8 mart tarixində Amerikada qadınların bir yığıncağı təşkil olunsa da, Avropada bu tarix fevral ayının sonuncu həftəsinin bazar gününə təsadüf edirdi. Yəni, söhbət fevralın 28-dən gedir Avropada. Və xüsusilə də 1908-1909-cu illərdə Avropada bu məsələ ilə bağlı yığıncaqlar keçirilmişdir. 1909-cu ildə axırıncı səfər ilk dəfə bir Qadınlar Günü ilə bağlı mərasim keçirilir, qadınlar mərasimi keçirilir. Amma 1910-cu ildən vəziyyət bir qədər dəyişir. 1910-cu ildə Danimarkada Clara Zetkin adlı bir qadın bu məsələ ilə bağlı yeni bir nümayiş keçirir və həmin nümayişdə 129 qadının, hansı ki birinci nümayiş zamanı həlak olmuş qadınların haqqını tələb eləmək üçün yürüş keçirilmişdi. Məsələ biraz da böyüyür, biraz da təkmilləşir, amma hələ də rəsmiləşdirməmişdi münasibət. Biz sonra 1917-ci ildə Çar Rusiyasında Qadınlar Günü ilə bağlı bir nümayişin keçirilməsini xatırlayırıq. Və sizə desək ki, Qadınlar Günü nə zaman rəsmiləşmişdi? Ümumiyyətlə 1975-ci ildə BMT Qadınlar ili elan eləmişdi həmin ili və elə həmin ildə də bu barədə bir müzakirə getmişdi. Amma yekunda 1977-ci ildə qərar alınmışdı ki, artıq 8 mart günü Beynəlxalq Qadınlar Günü kimi qeyd olunsun. İstəyirəm bu Qadınlar Günü ilə bağlı bir türk tarixinə də nəzər salaq. Belə ki, Azərbaycan kökənli türklərin əzəldən bəri qadınlara